Uşaqlar. Vəziyyət gərgindir. Gəlmişik belə bir parkdayıq əziz dostlarım. Parkda yaşayırıq. Hələ o vəziyyət düşməmişik. Uşaqlar. Söhbət yəni dəhşətli dərəcədə bizim gözləmədiyimiz kimi gedir. Biz Ukraynaya belə görünür ki, girə bilməyəcəyik. Çox çətindir. Mən elə bilirdim ki, Moldova çətin olacaq, amma Ukrayna daha çox çətinmiş əziz dostlarım mənim. İndi hal-hazırda neçə nəfərlə danışırıq. Bir çox böyük problemi var. İndi mən inşallah sizə deyəcəm. Böyle gülüb eləyirik, amma bir dəqiqə vəziyyətimiz budur. Yəni bir dəqiqə parkdayıq, keyfimizdən parkdayıq. Yəni gəzməyə gəlmişik. Yəni bizə o dediyim bayaq sizə mən göstərdiyim evi verdilər. Əşyalarımız, hər şeyimiz oradadır. Hər şey Allah'a şükür olsun qaydasındadır. Pulumuz falan da var. Sadəcə problem budur ki, dedilər elə bir ehtimal ola bilər ki, sizi yəni Kiyevə buraxmaya bilərlər. Ukraynaya buraxmaya bilərlər və bunun çox səbəbi var və çox yolları var keçməyin falan belə. Bilməməz dostlarım. Bir dəqiqə oturmuşuq parkda belə. Belə böyük bir parkdayız dostlarım, baxın. Burada nə qədər göllər falan var. Oturmuşuq burada, hava da çox soyuqdur. And olsun Allaha, əlim ayağım donub. Həqiqətən sözün əsl mənasında bilmirəm. İndi gözləyirəm ki, bir xəbər çıxsın, sonra çıxaq gedək. Oturdum valla bayaq kofe içdik, çıxırıq çölə. Həqiqətən insanın əli ayağı donub üçün çox soyuqdur. İnşallah bir dənə dolarımız bizim nə olsun? And olsun Allaha, bizim bir dəqiqə ən böyük problemimiz, çox böyük problemimiz Ukraynaya girə bilməyimizdir. Həqiqətən qorxuruq ki, bir dənə Ukraynaya girə bilmərik. Çox təhlükəli, çox həqiqətən çox pisdir. Vallahi deyirəm mən sizə dostlarım mənim. Görətdə valla bir də xəbər gözləyir. Başımıza nə gəlir? Ukraynada yaşayanlara buradan salam olsun. Moldovada yaşayanlara salam olsun. Buradan bilirlər ki, biz nədən danışırıq. Burada danışır. Həmə prosta burada sizi deyir ki, buraxmırlar, biz belədir. İstədim maraqlanır. Nədir? Hə? Ünvan da verir ondan ki, belə ki, gələndə filan yer, belə elə. Belə çaşbaş. Aşağısı 20-25 nəfərlə danışmışıq. Hərəmiz bir nəfərə zəng edirik. İnanma Allaha. Yəni çox, həqiqətən çox böyük əziyyətdir bu uşaqlar. Allah tək axırımızı xeyirləsin, yaxşı olacaq. Senin ayağına gelsin bekle saraylarda. Sence bir ömür geçer mi dans etmekle halaylarla? Hatalarımla varım, hatasızlıkla gurur duyacak kadar alçalmadım. Sen anlamazsın asla, günahsızsan sus konuşma kes yeter şarlatan. Senin elinde değil ki kader, senden önce var yazan. Var mısın, yok musun, az mısın, çok musun, kar mısın, yağmur mu yoksa bulut musun? Kim bilir? Bunlar da sənət göndərir. Səndən başqa adam. Sabon suyu uşaqlar. Başdan getdiyimiz yeməkləri yeyirik. Pulumuz var, Allah'ın üçün var. Prosta ki, yeməyə zıplı vermişsən dediyim başımıza nə gələcək, necə olacaq. İndi görək. Axşam burada yatmışam. Burada da mənə izləyicim var, qardaş Abirəzgin də onun yeridir. Ona burada salma göndərirəm. O az Azərbaycandadır. O qardaşla mən görüşəcəkdim. Elə oldu ki, çatdırıb görüşəmədik. Mən aeroportdan düşəndə bu qardaş getdi Azərbaycana, görüşəmədik. Elə bəxtli da bizə pul verməyik dedilər. Burada 2 nəfərlik yer var. Necə? Həlim burada qalın. Çay içirik. Uşaqlar, indi bir dəqiqə telefonla danışdıq. İşimiz alındı Allah'a şükür. İndi iş dəvətinə yox, başqa bir dəvətinə gedirik. Bir dənə xəbər gözləyik, görən nə olur. İndi gedirik Moldova gəzməyə. Yəni ki, yoldaşlar, dostlar, gördüyünüz hər şey asan alınmır. Quran haqqı. Həyatda nəyisə istəyirsinizsə, mübarizə aparın. Biraz da səbirli olun. Səbir. Allah səbir olmaq lazımdır. Varla qardaş, Ukrayna mənə bu qədər şey çətin gəlməzdi. Daimə də yolun çətininə üstünlük verir. Dünənə biz burada nələr çəkirik, yine dərman var. Dərman zat burada nə qədər problemimiz var. Dünənəz dərman çəkirik. Hər cə dərman. Diklafenaktı, nədir, nimesildi, gripodu, talihodu. Daha dəhşət. İndi Allah'ın köməyi ilə bir dənə xəbər çıxsın, görək tam yaxşıdır. Burada ki, soyuq deyə belə gəzməyimizə baxmayın. Soyuqdur. Çoxlu geymişik. Hələ qutqa nazarla, yatanda da qutqa papar. Dünən belə yatmışıq. Yenə də soyuqdur. Çox dəhşət soyuq. İndi o məsələ budur ki, dünənləri bir sənət etdi uşaqlar. Dünənləri bizdə alınmama ehtimalı var idi. Çox çətin idi hər şey. Problemimiz var idi. Hə, risk var idi. Qanımız qaraydı. Həqiqətən qanımız qaraydı və gəzə bilmirdik. İndi amma bir də zəng gəlsin. İşimizi tam əmin şeydir. İşimizi görək. Siz belə bir gəzək. İnşallah. İstəyirəm rahat gəzmək istəyirəm Moldovada. Şimdi yəqin ki, bu videodan sonra Moldovanı gəzməyə görəcəklər burada. Gedək gəzək sizə göstərək sağ olun. Əziz dostlarım, deməli burada belə bir yer var. Burası sırf pivoxana gedir. Axşamımız xeyir, gəlmişik. Çətin də olsa seçim eləmişik. Qiymətlər burada münasibdir. Burada çox münasibdir. Balığımız var. Çox maraqlı balıqdır. Bu nədir görəsən? 55 deyə. Nə yazır? Yəni 5 manat 50 qəpiyə. Mənə elə gəlir yaxşıdır. Siz görmədiniz bir dat, gəlmədiniz bir ölkədirsə məsəl üçün. O super. Aha, super var. Sırf yəni pirvə. Burada da çöldə də otururlar, burada çöldə otururlar belə. Evet, ala belə pirvə içir. Baxın belə. Burada da hamısı var. 100 qram 50 lek. 2 balıqlardan var. Murat, izlırıb qışda soyatır.
Завтра будет уже другой побольше. Не, завтра у нас не будет. Да, мы же в Украине будем. А это что, asi много? 45 liraya 100 qram verirlər. 100 qram denə. Yok, 100 грамм вермezsin. 45 liraya. 45 liraya. А, подождите, а в чем? Они разные или нет? Ну, есть толстые, 100 qramlıq. Ага. поменьше, как тонкие. А какой удобно кушать, как с зубами, чтобы? Denən Murat 45 liraya çox verəcək. 100 qram versin mənə. На 100 грамм сколько идет? Сколько штук? Kiçiksən insan, görür buranın pivə mədəniyyəti necədir, burada nə içirlər. Bizdə bildiyimiz sasalı pendirdir, nə bilim, bildiyimiz ya o. Сом. Сом уже знаете же. Да. Сомду. Это сом. Ну, ой, ну, вкусный. Нет. Ну, Замаринованное в меде, копченое. Verdiği bizimdi bunlara. 132 kilo. Süper. Spasibo Murat, spasibo. Dost tap özün orada. İndi şöyle deməli, burada pivəni belə vermişlər. Bizim bildiyimiz bu piv baxanlar var ha bu. Hamımız girmişdik yəqin ki bu piv baxanlar yerlərə. Orada bir bakanla gəlir, 05-i gəlir. Burada 1 litrlik gəlir. 1 litrlik səhv eləmirəmsə. Ha, 1 litrlik belə pivələr gəlir. Qiymətdə bizim bunlar 4 manat 50 qəpik, 5 manat, 5.50, 6 manat. Mesela sizin mənə sərfəldir, necə sərfəldir? Zaten orada biz yedik hansı qəpikdə 2 manatdan veririk. 1 litri 4 manat. Yəni burada da sərfəldir və burada məsələ budur ki, fərqli ölkələrin sən pivəsini dadırsan, istədiyin yerə keçə bilirsən. Bu çox yaxşı bir şeydir. Biz biraz gec gəldik. Ona da bağlansın bura birazdan. Amma yenə də prob eləyəcək, görür necədir. Pivə içməsən gəlsin. Pivə gidə məskan burada. Çünki həyatımda 2 dəfə bunlarla yeyəcəm. 2 dəfə həyatımda ahtobot deyirlər də. Həyatımda 2 dəfə ahtobot yeyəcəm özün, ahtobotun ayağını yeyəcəm. Bu da var su içəcək. Sağlam həyat. Deməli əziz dostlarım, əziz qardaşım sağ olsun, mənə bu ismarladı bu pivəni falan, sağ olsun. Əziz qardaşım, burada pivələr belə verilir. Açaq birinci səsinə baxaq. Aşıtarsan ha. Yox, deməli yaxşıdır. Deməli, biz biraz çalxadım ona görə, amma yaxşıdır. Tak, deməli əziz dostlarım. Aha, deməli. Bu nə pivəsi? Bunun adı nəyə bilmir? Çəkməyə çəkmə, onu siz götürürsünüz. Abi adını almadan. Adım bilmirik. Bunun qiyməti 4 manat. Bunun qiyməti 4 manat. 4 evə heç olmaz. Qulaq. Elimdeydi bağışla, gece gündüz xəyalım. Heç olmaz, boş şeydir. Bunun qiyməti uşaqlar 4 manat 50 qəpikdir. 4 manat 50 qəpik. Üstürən baxın. Ay üstə bu pivə dağlardı. O qədər dağılmışam. Tomat üstə şeydə araqda almışam bu qarışıda. Boş şey qalsın. Sonra oturmuşam başıma kəlli qapaz qoyuram ki, Musa deyirəm sən nə elədin? Neynəmsən sən? Üzgünün qabağında oturmuşam, başıma vururam, deyirəm sən nə elədin? Niyə bir elədin sən? Boş şeydir. Asla al çok yanıma. Qəşəng. Bu görsən hansı ölkədən gəlir? Öz istəsən. Öz istə. Hə, başa pivə istə. Bunun şu həyatda 2 dəfə ahtobot ayağı yeyirəm. Davay. Çinin arasında ki, ya bunun saqqız kimdir ki? Gözün qabağınca yiyirəm ya. Baqa rezin deyir bu. Yeməyəcəm. Boş gəlmədi. Heç bəyənmədim. Bir köpüklü deyil. Biz də dadına baxaq. Çox belə dəhşət çeynədiyiz, bərkdir deyə. Bax, bir rezində yoxsa yox. Maraqlı dadı var. Maraldır, var. Amma rezindir, var rezin, bax. Dişinin arasında kildir ya. Yox, dostlar, əslində siz balıq sevər birisinizsə, bu sizin xoşunuza gəlməlidir. Vallahi mən bəyənmədim. Özdə balığı mən sevmirəm Allah'a. Yaxşı, ikinci. Ben bir iki kilo seveyim. Amma biraz sərtliyi var. Biraz sərtliyi var. Bu da nə deyirlər? Şərəfə zat. Orada nə deyirlər? Eyni arası bizim ağıl olacaq. Nə xəyəqi? Bizdə jibeli deyirlər, jibeli belə. Moldovan dilində siz öyle de bilmiyorum. Брат, как на молдовском будет? На ваше здоровье. Как? Eşittin mi? Bu kız sana bak. Bento sanatata vasto. Bento sanatata vasto. Bento sanatata vasto. Bento sanatata. Çek, можно видео? Çek. Это в ТикТоке и Ютубе. YouTube. Azerbaycanski turist brat, turist. Sevdi brat. Ты же Молдован'dı da? Ha, süper brat. Ты
Batıra bu. Pivə çox qəşəngdir. Pivə əla. Vallahi çox. Mən səsini xırdalına qəşəngdir. İndi kim bilir? Neydi adı? Lavaşa, lavaşa. Lavaş, xəmir elədik. Bu daha da sərtdir. Dadından donuz ətidir. Donuz ətidir. Donuz ətidir. Donuz ətidir. Donuz ətidir. Mən donuz ətini piyan olanda yeyirəm. İndi piyan deyiləm, bax, mən bunu yeyirəm. Satılır görək. Ayıb, yox. Donuzdur. Biz çətin vəziyyətdə Allah'ım, kusmaq istəyəm. Çiğmə. Papıra diski. Pivə neysə az qalır. Ağzına qalıb Allah haqqı. Bunu biraz çeyniyin, ondan sonra soğurun, yumuşalacaq. Bəxtə elə bilir dəxil, bu xətər mütəxəssis satdı. Sən də iki dəfə deyirsən. Şabını yeyirik. Bizdə bunu qızardırlar da. Başın göstər. Kesmiş sevgilimə oxşayır. Nə o verdi bu canı görə, ayağına görsün desin be. Hansı biri? Ayrılmır hatta. Nətə yeyirlər? Çük dişlərə belə Oğlum, sərinlər. bu Allah haqqı ayrılır. Ağzından nətə yeyirsən. Güclü döyüş gedir. Balığı bölmə üzərində. Öyle çıkmıyor mu? Allah'ım buna bak. Dişimi qırarsan. Hamısı verim qaqaşa yesin də, sən o. Verim qaqaşa yesin. Tullamayın, qəşəng balıqdır. Qaqaşa deyim. Valla saxla yiyəcəm. Hamısı yesin. Hadi. Nətə yesin sən buna? Bu nədir? Niyə belə xırda-xırda çeynirsən də, Murat? Yekə doymaq üçün deyil ki, məzədir. Çeyniyəm biləm. Ay, Murat, bax. Axı 2 dənə tapdıq. Belə yeyirlər. Belə bilsən nə? And olsun Allah, yəni gözlərim kimi deyil də. Pivə içmək istəməyə gəlirsinizsə, pivə içməyə gəlin. Bildiyiniz şeyləri alın, bilmədiyinizi almayın. Bilmədim. Saçaqlı fəndik də Amma məsələ nədir qaqa? Bax, bunun məsələn bir porsu 45'dir. Biz bir porsu bunu almadık ki. Veya pendirin porsu 45'dir. Biz buna 13 liraydı. Bir təxminən belə bir şey verdik. Olsun 20-25 məsəl üçün. Amma dəydi. Çünki sən bunu bildin uje. Sabah sən bunu Davis kanalına gələndə bu bunu bilmirsən. Çünki bunu bilirsən ki, yeyəməyəsən. Balığı dişləyəməyəsən qaqa. Şahin qaqaş, sən hara girmişsin? Şahin. Bəs sizə Şahin. Pivə pulsuz gətirmə holdingə. Ay, qaqaş mən Instagram'da aldı. Qaqaşla tanış olmuşam, dostlaşmışam. Deyir bana var. Bəs sizə qaqaş, şov göstərmə qaqaş. Bu hara cəmaatın obyektinə girirsən. Süper. Uşaqlar, pulsuz bir yesin. Nə yenisi olsun, yenisi. Ye, тоже самое дайте, да. Не будем перемешивать. Bunu öyle. Kim Kişinyova gəlsə, Kişinyovda bax əziz dostlarım, belə bir yerə gəlir. Maşallah qardaş çox gözəl şəkildə qarşılayır. Əziz dostlarım, deməli buradakı qardaşdan bayaqdan 8-10 birazdan sağ olsun xəyal danışır. Yaxın tanış oldular. Qardaş dedi ki, aparam mən sizi. Barıma, öz barıma. Barıma, öz barıma. Başım bura bağlanır, bax gördüyünüz kimi söküb dağıtdılar, yığdılar içəri. Buranı bağlayırlar. Aparam mən sizi barıma. Maşın çək. Aparam bizi bara, orada mülkdən yersin. Aparım bizi başqa bara, orada qoydaq versin yersin. Bu gözü götürək. Oğuldu, çıtdır bayaqdan Allah'ın olsun. Nətər eləyirlər? Uşaqlar harası gəldi. De burada. Bura posterin o, burada elə ya. Düşdük. Harası gətirdi bizi, and olsun Allah bilmir hansı tərəfdir. Dostların yanına gətirdi, dostlarına bax. O ya, nə qədər adam var ya burada, hara çıxmışıq. Gəlmişik bura. Qardaş, valla bilmir hara gəlmişik. Dostlar yanındadır, əmmi. Burada deyil, burada. Hansı tərəfdir? Bura posterin aldı, qaqa. Vay. Allah ağzı basın. Gətirib başa, bu gecənin klubu idi, klub olmasın, bura olsun. Zaten siz qardaşısınız. Deyir oturun. Gəlin buraya hesab alalım bu günləri. Сколько здесь, сколько работает?
Bak arabadır da. Püsü. Qardaşla həm söhbət oldu, Moldavandır. Dedi ki, hara gedəcəksiniz? Sizi belə-belə. Bu gün gecəni bu şəhərdə qonağız, ondan sonra gedirik Ukraynaya. Çox gözəl. Onda gedək siz də mənim qonağım olun. Məgər siz burada qonaqsınızsa, gedək bizim də qonağımız olun. Və ikinci barı var dostumuzun, ora dəvət elədik bizi. Biz də bu gün buradan nələ çıxıb kluba gedəcəyik. Buradan çıxıb kluba gedəcəyik. Mən ona görə deyirəm, dünyanı gəzin. Yəni Allah sizin qabağınıza fərqli insanlar çıxarır, fərqli macəralar göstərir. Xanım da çox gözəl başladı. Yəni burada eyni belə bir şirkətdir, onu verdi. Bəlkə də başqa bir insana verməzdi. Bizi arxa xalda etdik. Öz maşınından gətirdi bura. Öz maşınından gətirdi bura, dedi, güldü. Ondan sonra sağ olsun, xəyal üstə danışdı. Həqiqətən çox gözəl qarşıladı, həqiqətən. Burada da bir dənə sizə Buna kuruqu bağa. İstədisə həyatını 5 yaşında, 10 qatı yaşayasın. Ona sağ. Спасибо. Все. Брат, два. Я не пью, брат. Я не пью. Все. Ha, gördüyünüz kimi dostlar, Addelin bakallar təzədən bizi qonaq elədi. Deyəndə ki, digər ölkələrdə insanlar qəlizdir falan. İnsanlara qarşı necə münasibət bəsləyirsinizsə, onlar da sizə qarşı elə münasibət. Dünyanın harası olur olsun. Çalışın ki, güləriniz mehriban olun, insanlar sizi bu cür qarşılayacaq. Həqiqətən şu olar. Yəni ki, valla, deyirsiniz, qardaşınız da buradadır. Özü də bizə pivə zakaz elədi. Sağ olsun, qardaşı, bugün bu qardaş bizi birinci qonaq elədi, ondan sonra bu qardaş elədi. Amma bu qardaş nəzərdə heç vaxt, yəni ki, yaddan çıxmaz. Sağ olun, sağ olsun, minnətlərlə görək. Çox sağ olun. Deyə, dostları da kuruğu buradadır, hər şey əla, pivəmiz də deyiblər. Mən nə deyim qardaş, yenə deyirəm mən, ona qədər insan dünyaya gəlsinlər. Gəlin, hər üzrə insan sizin qabağında çıxacaq, həqiqətən, çox gözəldir. Gəzən ayağa daş deyir. Gəzən ayağa daş deyir, özdə şirin daş deyir, həqiqətən gözəl daş, Allah'ın ağrıdmaz, həqiqətən. Bu qardaşla qürbətdə yaşayan qardaş azim zaman, neçə yerdə qürbətdədir, ailəsini saxlayır, öz gələcəyini qurur. Bu etsə, bu suitidir, çöl itidir. Bütün gün gəlir. Tanıyanlar bilir ki, ancaq orada, gah Rusiyada. Pivəyə gəlir, pivəyə. Bu pivə, bu pivə yox. Bırax, çək bir dənə, çək. Aynurok. Да, спасибо, братья. Ay. Спасибо, брат, спасибо. Да, gidiyorlar. Pazarınız ne demekti kanka? Tanışlarımıza sağlık. Ha, ondan. Ne diyeceğim? Занашу знакомство. Zanaşı. Знакомство. Знакомство. Kardeş bu bize ne demekti? Bu onsu budur ki ben dil bilmirəm ki. Sevdili burada dəyəxsi var. İngilis nə dəxsi var? Əsas odur ki dil bilmən dünyanı gəzirəm. Dil bilməyən qardaşlar bəhanə eləməyin. Pul olmayan, dil bilməyənlər, keyf edin getsin. Gəl yeyinsin qədər gəzin, dünyanı gəzin. Komfort dairənizi tərk eləyin, gedin özünüzə yeni həyat qurun. Yeni həyat qurun. Əziz qardaşlarım, baxın bir yerdə çıxırıq. Bayaqdan da biz oturub var. Yəni söhbət elədik, dedik, güldük, xanım orada, hamımız buradayıq. Xanımlar bizə söhbət elədi, yəni qardaşlar bizə söhbət elədilər, bizi qonaq elədilər, sağ olsunlar, süfrə asdılar. Hər şey çox gözəldir. İndi o da içkilən deyəm, mən bunu deyəm, bilmirəm nəyə görə deyəm, amma içindən gələn sözlər deyəm, mən dostlarım. Sağ olsunlar, çox sağ olsunlar, bizə istənilən qədər hörmət elədilər. O bir yerdə sıxırı məkanı bağlayırıq. Sağ olsunlar, həqiqətən çox sağ olsunlar. Nə bilim, mən burada valla pis bir şey görmədim. Həqiqətən pis bir şey görmədim. Ey qardaşım. İndi məkanı bağlayırıq, xanım gəlir. Yəni biraz gedirik, baxamız bir yerdə gedirik. Tamam dost, ha? Nədir? Bir maşın sürsəsə bir dənə 05 götürək. Kanka maşın gəl, məzələnmə. Nə götürədir? Nə götürədir ki? Deyirəm ki, içkilisən də, mən sürüm aparım səni. Deyir, əfsə, onda sürürsənsə, yenə pivə götürək. Məsələn. Əziz dostlarım, çox heyflər olsun düşmədi. Deməli, qardaş, gətirdi kroketlər, pivələr gətirdi, bizə verdi. Heyf o video düşmədi. Çox pis oldu düşməmə, yəni heyflər olsun, eyb yoxdur.
Gətdə adamdan belə piyv verdim. Maşını xəyal sürür, Azərbaycan qardaşımız xəyal sürür. İndi minirik maşına, gedən görə başımıza gəldi. Əziz dostlarım, axşamınız xeyirli olsun. Bu günləri özümüzə görə çox gözəl bir gün yaşadıq. Bilmirəm bu günləri mən sizə nə qədər lazımdır, mən paylaşdım. İndi hər insana görə qısıtlı məmnunluq. İnsan var ki, istəyir park gəzisi görməyi, insanı tanımağı, insan var ki, buranın klublarını tanımağı. Dostlarıma çıxdım. Sabah inşallah saat 9-da, 10-da, 11-də duracaq və Ukrayna yollayacaq. Bilmirəm, bu video bəlkə burada bağlana bilər və yaxud da bunu davama gələ bilər. İnşallah sabahlar ki, mən Ukrayna gedəcək, başımıza nə gələcək, mən hamısını göstərəcəm, belə. İndi klubun qarşısındayıq hal-hazırda. Hal-hazırda klubun qarşısındayıq. Bilmirəm, bundan videonun sonra başımıza nə gələcək, nə edəcək, hamısını mən sizə deyirəm. Klubu bayaq buraxmadılar, indi görək başımıza nə gəlir. Bugün sağ olsun bizim Ələskər. Ələskər qardaşımız sağ olsun, bizə çox köməyi elədi. Sağ olsun qardaşımız, qəribdə yaşayan Azərbaycanlıdır. Allah canı işləyir, əziyyət çəkir, ailəsini saxlayır. Bizim kimi qardaşların yanındadır, biz də belə qardaşların həmişə yanındayıq. İnşallah o gün olsun, bundan qat-qat gözəl ölkələrdə görüşərik əziz qardaşım mənim. Belə dostlar, izləmədə qalın, kanala abunə olun, video like atmayı unutmayın. Qardaşım kimi qəribdə yaşayan Azərbaycanlıdır. Biz gəldik, həm bundan bir həm söhbət olduq, həm tanış olduq, həm dedim ki, ürəyimi soyuq saxla, inşallah çox yaxşı olacaq. İndi inşallah ki, bundan sonra gecə bizimdir, bilməm başımıza nə gələcək, əlaqə saxlayalım. Sağ olun.